Salam hörmətli tədbir iştirakçıları, değerli qonaqlar. Sizi Doğma Kocaeli'mizdə xoş gördük. Hörmətli tədbir iştirakçıları, bütün işğaldan azad edilmiş ərazilər kimi Xocavənddə də həyat qayıdır. Bugün hər birimiz üçün qürur anıdır, fəxarət anıdır. Bugün biz Xocavəndimiz uğrunda döyüşərək, ölümcül yaralanan, bütün Türk dünyasında əsl qəhrəmanlıq simvoluna çevrilmiş Xocavəndin fəxri, Azərbaycanın milli qəhrəmanı İbad Hüseynovun Xocavənd otelinin açılışına toplaşmışıq. Qəhrəmanın öz dili ilə desək, torpaq uğrunda vuruşmaq azdır. Onu həm də yaşatmaq gərəkdir. Məhz bu amalla yaşayan qəhrəmanımız Qarabağda gedən abadlıq quruculuq işlərinə öz tövbəsini verir. Çıxış üçün söz verilir. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Emin Hüseynov. Əziz Xocavəndlilər, əziz ziyalılar, rayon ictimaiyyəti, şəhərimizin qonaqları, bax bu sözü demək özü gör nə qədər xoşdur. Bugün əlbəttə ki, çox əlamətdar bir gündür. Bəli, tamamilə doğru deyilənlər, hörmətli adamızlar. Mən böyük bir qürur hissi geçirdim və bugün bütün qonaqların qarşısında böyük bir fəxarətlə doğma şəhərimiz, Xocavənd şəhərində və tarixi bir hadisə ilk sahibkarlıq müəssisəsinin bərpa quruculuğundan sonra açılışında hamımız iştirak edirik və bunun bir əlbəttə ki simvolik əhəmiyyəti var. Amma bugün biz artıq böyük bir günlə baxırıq gələcək. Bugün bir sevinçlə baxırıq. Bugün biz hər bir böyük bir çətinliyi çox asanlıqla demək həll edib onu gözəl bir imkana çevirmək şansımız var. Çünki ən çətin işi Ali Başkomandan və bizim igid oğullarımız etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qəhrəmanlardır onlar, ölməz qəhrəmanlardır. Onların qanı axdı bu torpaqlarda. Bu torpaqlar artıq müqəddəs torpaqlardır bizim üçün. Əziz qardaşımız, milli qəhrəmanımız, qürur mənbəyimiz İbad müəllim. Və bugün mən baxıram, onun silahdaşları buradadır. Onunla bir yerdə döyüşən insanlar, 1-ci Qarabağ müharibəsinin qaziləri və həqiqətən o böyük qəhrəmanlıqlar, yəni döyüş meydanında böyük qəhrəmanlıqlar göstərmiş insanlar. Bugün onlar həm də çox şükür ki, həm də bu bərpa quruculuq meydanında da öz fəaliyyətlərini davam edirlər. Və onun bariz nümunəsi də həmin bu Xocavənd otelidir. Xocavənd otelində sahibkarlıq fəaliyyətinə biz artıq başlayırıq. Bu da ilk açılışdır. İnşallah ardınca da digər sahibkarlarla daha da bunu görüb həvəsə gələrlər. Onlar da öz fəaliyyətlərini genişləndirərlər. Yəni sizin müştəriləriniz çox olsun. Amma bu bir təbii prosesdir. Zaman tələb edir. Mən əminəm ki, siz bu oteldə çox xeyirli, uğurlu bir sahibkarlıq fəaliyyəti həyata keçirəcəksiniz və biz də əlimizdən gələn dəstəyi sevəcəyik. Bir daha təbrik edirəm, xeyirli uğurlu olsun. Teşekkür ederim ona göre. Ben bir hediye takdim edeyim. Ne de Türk dünyası sizi sevir, Türk dünyasının logosu da bir güzel Gülşat olacak. Keşke olsa burada. Sağ ol, Allah. Ya Allah dikkat. Üzülürsen telefonu gel bak ses burada. Bu da verin. Dikkat koy.
Yavaş biraz arkaya gel. Azerbaycan halkı